Bəli, mən dinləyən hər kəs salamlayıram. Qarşınızda mənəm, Məmməd Oxtural. Və qismət olsa sizlə təkrar sesiyamızın ilk dərsində birlikdə olacağıq. Bugünkü mövzumuz isə belə adlanır. İlk öncə ölçü vahidlərini keçəcəyik, sonra informasiyanın həzmini keçməyə çalışacağıq. Ölçü vahidlərindən ilk olaraq uşaqlar danışacaqsa, informasiyanın kompüterdə nə qədər yer tutduğunu müəyyənləşdirmək lazımdır. Əvvəlcə qeyd edək ki, kompüterdə yalnız bu iki rəqəm var. Hansı rəqəm? 0-1. 0 və 1 var. Kompüter üçün 0-1-dən başqa heç nə yoxdur. O ancaq 0 və 1 başa düşür. 0 siqnal yoxdur. 1 isə siqnal vardır. Bunun belə olmağının səbəbi nədən ibarətdir? Ən əvvəllər kompüterlər yaradılanda onun içində lampalar var idi. Bu lampa iki cür ola bilər. Ya lampa yanır, ya lampa sönülüdür. Əgər lampa yanırsa 1-dir, lampa sönülüdürsə bu zaman 0-dır. Nə qədər Bu lampa var prinsip mesela? minlərcə lampa var idi kompüterin içində. Ona görə həmin kompüterlər bir otaq ölçüsündə idi. Əsas problem bu idi. Külli miqdarda enerji istifadə edirdi və s. belə. Nəysə, bizim danışmaq istədiyimiz o deyil. Bizim danışmaq istədiyimiz budur ki, məhz 0-1-lərlə işləməsinin səbəbi əvvəldə bu lampaların olması məsələsidir. Deməli, siqnal var, yəni lampa yanır. 1, siqnal yoxdur, yəni lampa yanmır. Bu 0 deməkdir. Və beləliklə ölçü vahidləri formalaşır. İndi mənə deyin görün. Ən kiçik məsafə ölçü vahidimiz hansıdır? Bit. Yox, məsafə ölçü vahidi. Riyaziyyat. Millimetr. Düzdür, əlbəttə nanometr və s. də var, siz onu bilmirsiniz. Normal bildiyimiz millimetrdir. Necə ki, bizim tanıdığımız riyaziyyatda normal millimetrdirsə, sanki informatikanın millimetri bitdir. Və ən kiçik ölçü vahidimiz bizim olacaq bit. Bir şey yadda saxlamaq lazımdır ki, uşaqlar. Bit o qədər kiçikdir ki, mənim kompüterdə saxladığım informasiyalar çox böyük bitlər təşkil edir. Milyonlarca bit. Ona görə ölçü vahidini nə etmək lazımdır biraz? Böyütmək lazımdır. Belə düşünün. Evin uzunluğunu millimetrini ölçürsünüz. Çox böyük ədəd alınacaq. Ona görə millimetr bizə sərf verəməyəcək. Hara keçəcək? Metrə keçəcək. Düzdürmü? Belə düşünün. Masanı ölçürəmsə, millimetr bəs eləmir. Nəyə keçirəm? Santimetrə. Çünki masa üçün santimetr yaxşıdır. Kifayət edir. Amma mən evi ölçürəmsə, hara keçirəm? Metrə keçirəm. Məsələn, buradan məktəbə qədər məsafəni ölçürəmsə, kilometrə keçirəm. Amma buradan Marsa qədər məsafəni ölçməyə başlayacaqsın. Artıq işıq ilə keçməyə başlayacaqsın. Və yaxud da buradan hər hansı bir başqa qalaktikaya. Necə bu məsafə ölçü vahidləridirsə, buna bənzər ölçü prinsipləri harda var? İnformatikada var. Ən kiçik bitdir. İndi məsələn, mənə deyin görüm, neçə millimetr 1 santimetr idi? 10 millimetr 1 santimetr idi. Burada isə belədir, 8 dənə bit birləşir, 1 bayt əmədəcək. Deməli, 8 bit bərabərdir 1 baytdan. Bundan sonra 1024 dənə bayt birləşir, 1 kilobayt əmədəcəkdir. Eyni qayda ilə 1024 dənə kilobayt birləşir, daha böyük ölçü vahidi olan megabayt əmədəcəkdir. 1024 megabaytda 1 gigabayt. Sonra 1024 dənə megabayt birləşsə əmələ gətirir nəyi? 1 gigabaytı. 1024 dənə də gigabayt birləşdiyi zaman əsas bizim məsələlərimizdən biri olan terabayt ölçü vahidini əmələ gətirir. Niyə mən terabayt əsas dedim? Çünki biz kompüter alanında çalışırıq ki, kompüterin yaddaşı ən azı 1 terabayt olsun ki, biz ondan normal proseslərimizi yerinə və kifayət eləsin. İndi bundan sonra əlbəttə var, petabayt var, exabayt var, zetabayt var, amma biz xülasə bura qədər danışmağımız bizə kifayət edəcək. İndi uşaqlar fikir verdinizsə, burada hər birində hansı ədəd oldu? 1024 ədəd oldu. Amma bir birdən 8-dir. 210. Ay sağ ol. Hamısında 1024 ədəd oldu. İndi bəs yaxşı. Bu 1024 200 neçə idi? 210 idi. Mən sizə bir dənə 2-nin qüvvətlərini xatırladıram. Kimdə yoxdur, dəftərinə, videonu izləyib yazacaq. 200-ü 0-dan başlasaq, 200-ü 1, 200-ü 1, 2, 200-ü 2, 4, 200-ü 3, 8, 200-ü 4, 16, 200-ü 5, 16-dan sonra gəlir əlbəttə 32, 200-ü 6 elədi 64, 200-ü 7 128, ondan sonra gəlir 200-ü 8, bu isə 256-dır. Bizim bu 2-nin qüvvətlərini 200-ü 13-ə qədər bilməyimiz labüd amildir ki, misalları rahatlıqla işləyə bilək. Sonra gəlir 200-ü 9 512, 200-ü 10 1024, 200-ü 11 2048, ondan sonra 2000 200-ü 12 4096, ən son isə 200-ü 13, bu isə gəlir 8100. 14-15 lazım deyil, amma bizə bir dənə də 16 lazımdır.
216 isə belə eləyir. 216 bərabərdir 65536. Aha. Biraz Hüseyn sürətlə yazmalısan, bilirsən də. Sonra kim sürətlə yaza bilir? Mən. Amma sərgəli yaza bilir. Bəli. Yaxşı, onda gəlin Hüseynlə bir yerdəyik. Bu ilan qurbağa yazdı. Mən inanıram ona. Onu hələ ki saxla, onu saxla. Bu ilan qurbağa yazdı. Davam edirik. 213 oldu 8192 və 216 isə 65536 eləyəcək. Bura qədər biz bildik. Aha. Ay sağ ol Kamal. 65536. İndi uşaqlar, bu ikinin qüvvətləri birazdan bizə lazım olacaq, ona görə ki, gəlin gözümüzün qabağında qalsın. İndi ölçü vahidlərimiz fikir verir ki, hardan qədər artıracaqdır? Kiçikdən böyüdürsə, ən kiçik hansı oldu? Bit oldu, sonra nə gəldi? Byte, sonra gəldi kilobayt, megabayt, gigabayt, terabayt. İndi nə edəcəyik? Bax, buradan, Kamran, bu hissədən bit yazırıq, altından biraz boşluq buraxırıq, yazırıq byte. Altından biraz boşluq buraxırıq, yazırıq kilobayt. Biraz boşluq buraxırıq, yazırıq megabayt. Biraz boşluq buraxırıq, yazırıq gigabayt. Biraz boşluq buraxıb yazırıq terabayt. Və heç vaxt imtahanda bit-byte məsələsini bunsuz işləmirik ki, nə eləməyə heç vaxt çaşmayır. İndi aralarında bir dairələr qoyacağım. Bunlar mənim işimi asanlaşdırmaq üçündür. Fikir verdin necə qoydum dairələri Kamran? Yeni formada qoymağa çalış. İndi fikir verdinsə uşaqlar, sadəcə 8 bitimiz 1 baytdır. Qalanların hamısında 210-dur, 1024-dür. Ona görə yalnız birincidə 203 yazacağım. Qalanlarının hamısı 210 olacaq. Aytən, sənin dəftərində var mı var? Ay, sağ ol, yaxşı. Aferin sən. Cəmilə xanımda zəhmət olmasa, rekorda atanda rekorddan bunları sürətindən yazar. İndi bazara sində yaza bilər. İndi uşaqlar, bunları yazdım. İndi diqqətiniz burada olsun. Mən sizə bir dənə analogiya gətirəcəm. Analogiya bizdə nə deməkdir? Bənzərlik. Deyirəm ki, sizə video gedir, qırılma falan yoxdur ki. İndi belə düşünün. Deyirəm ki, sizə 3 metr neçə santimetrdir, nə deyərsiniz? 3000. 3 metr neçə santimetrdir, nə deyərsiniz? 3000. 3000 deyil. 300. 300 santimetrdir. Deməli mən metrdən santimetrə keçəndə nə elədim? Böyük ölçü vahidindən keçdim kiçiyə. Bu zaman nə eləmək lazımdır? Vurmaq lazımdır. İndi tərsinə analogiya. Bəs desəm ki 5 metr neçə santimetrdir? 500. Gördünüz uşaqlar, böyüdən kiçiyə keçirəmsə vuram. Bunu əminliklə beynimizdə qavramış olduq. İndi gəlin tərsinə eləyək. 350 santimetr bəs neçə metrdir? 3,5. 3,5 necə tapdınız? 100-ə böldünüz. Deməli kiçikdən böyüyə keçəndə bölmək, böyüdən kiçiyə keçəndə vurmaq lazımdır. İndi mən üzü aşağı hərəkət eləsəm kiçikdən böyüyə keçərəm, yoxsa üzü yuxarı hərəkət eləsəm? Aşağı. Üzü hərəkət eləsəm, aşağı hərəkət eləsəm, bəli, kiçikdən böyüyə keçərəm. Ona görə bir dənə aşağı ox çəkirəm. Sərgəli seçim. Aha, aşağı ox çəkirəm. Deməli, qırağındansa belə beynimdə saxlayıram. Kiçikdən böyüyə keçəndə nə elənilir? Bölünür. Deməli, bu istiqamətdə keçəndə nə eləmək lazımdır? Bölmək lazımdır. Böl yazıram, altdan 2 nəfər çəkirəm. Elə ki, onu sən bunun yanında çəkə bilərsən. Mən bu tərəfdən çəkəcəm, sən yanında çəkə bilərsən. İndi bir dənə tərsinə ox çəkirik, üzü yuxarı ox çəkirik. Ha, bu qələm sizə. Elə buradan çəkə bilərsən. Ha, indi üzü yuxarı ox çəkirik. Uşaq, üzü yuxarı ox çəkəndə mən hardan hara getmişim? Vurulur. Böyüdən kiçiyə keçmiş olarım. O zaman nə eləməliyəm? Vurmaq lazım. Bura qədər şey aydındırmı? Aydın. Aha. Vurmaq lazım. Vurmaq sözünün altından 2 xətt çəkirik ki, bizim buradan işimiz asanlaşsın. 2-nin qüvvətləri beynindədir. O zaman 2-nin qüvvətlərini buradan silirik. 2-nin qüvvətlərini silirsən buradan zəhmət olmasa, bunların hamısını sil, orada boşluğun yaransın. Mənlə yazmaq olmaz. Qələmsiz. Harada? Olur. Sonunda kamil. İndi uşaqlar, 2-nin qüvvətlərini buradan sildik ki, bizim yerimiz açılsın. Çünki mən artıq düşünürəm ki, siz 2-nin qüvvətlərini əzbər bilirsiniz. İndi, eynirəm, vurma yerində qaldı. Gəlin indi müəyyən məsələləri həll edək. Məsələn, atıram, ən sadə məsələmiz. Deyirəm ki, 8 kilobayt neçə bitdir? Diqqətli olun. Mən kilobaytdan bitə keçirəm. Düzdür. Bu zaman mən kiçikdən böyüyə keçirəm, böyüdən kiçiyə keçirəm. Böyüdən kiçiyə keçirəm. Üzü aşağı hərəkət edirəm, üzü yuxarı hərəkət edirəm. Üzü yuxarı hərəkət edirəm. Üzü yuxarı hərəkət edəndə nə etmək lazım idi? Vurmaq lazım idi. Deməli, mən nə edəcəm? Vuracam. Nəyi vuracam? Əvvəldəki ədədim neçədir? 8-dir. Deməli, mən 8-i vurmalıyam. Amma 8-i əvvəldə 2-nin qüvvəti kimi yazmaq lazımdır. 8 2 üstü 3 idi, yazıram 2 üstü 3. İndi baxıram.
kilobaytla mən bitə gedənə qədər neçə addım hara gedirəm? Diqqət. Mən kilobaytla bitə tərəf gedəndə birinci bayta getməliyəm. Bayta qədər nə qədərdir? 210. Baytdan bitə nə qədərdir? 203. 210 burada, 203 də burada. Nə qədər oldu? 213. Çünki mən 210-u 203-ə vuranda əsaslar eynisə, qüvvət üstləri neynəcək? Toplanacaq. Oldu 213. Əvvəldə də 203-ün var idi, düzdürmü? 203-ü vuracam, 213-ə, yenə qüvvət üstləri toplanacaq və eləyəcək 216 nə? Byte. Nəyə keçirdim mən? Bit. Cavab oldu 216 bit. Hamı aydındır? Bəli. Əminliklə? Bəli. Amma testlərdə nədən verir? Məsələn 20 verir də 8 verir. Bilirəm. Bizdən heç. Hamı başa düşdü. Əli, Bəli. xatırladın? Bilmirdi ki. Xatırladın dedim. Mən demirəm ki, bilmirsən. Əlbəttə bilir, niyə bilmir? Cəmlə hamısı da başa düşdünüz bu hissəyə qədər. Bəli. Çox yaxşı. Keçən hazırlıqda olmusunuz? Xeyr. Olmamışsınız. Tamam. Son bizim. O zaman sizin üstünüzə biraz yük çox düşür. 100% siz dərsdən sonra rekordu izləməlisiniz. Rekordu izləyəndə görəcəksiniz ki, daha asan olacaqsınız. Çünki lövbədə yazmam, oradan video kamera məni çəkir. Nəysə uşaqlar, davam edirik. Bu hissəyə qədər aydınmıysa, indi gəlin hər prosesi yerinə yetirək. Bu dəfə deyirəm ki, 239 bit, məsələn, neçə megabaytdır? 239 bit neçə megabaytdır? İndi fikir verin, mən yenə bitdən megabayta gedirəm bu dəfə. 220. Bu zaman isə hara gedirəm? Yuxarıdan aşağıya tərəf gedirəm. İşarəm nədir? Böl. Deməli, nə etməliyəm? Bölməliyəm. Amma neçəyə bölməliyəm? Ümumiyyətlə uşaqlar, bir şey bilin ki, bölmə bizdə nəyinəndir? Riyaziyyatdakı kimi, kəsr xətti iləndir. 239-u kimi, olduğu kimi yazacağam. Yəni, hansı ədəd verilirsə, ona əvvəlcə neynə? Olduğu kimi yaz. 8 verilmişdi, 203 kimi yazdım, olduğu kimi yazdım. İndi 239 elə 2-nin qüvvəti deyə, elə 239-un özünü yazıram. Bölmə nəyinə yazacağam? Kəsr xətti ilə. İndi nəyə bölməliyəm? Bitdən megabayta tərəf baxıram. Neçə addım qabağa getməliyəm? Kamran, sən də işarə elə. Bax, 1 megabaytdan kilobayta gəlməyə lazımdır. 210. Sonra kilobaytdan bayta gəlməyə lazımdır. 210 da burada nə qədər oldu? 220. Bir də baytdan bitə gəlməyə lazımdır. O da oldu 223. Deməli, mən 239-u bölməliyəm 223-ə. Bəs bu zaman böləndə qüvvət üstəliyi nənəcək? Çıxılacaq. O zaman mən yazacağım bərabərdir 239 çıxılsın qüvvətdə 23. O da bərabər eləyəcək. 216 nə? Bit. Nəyə keçirdim uşaqlar? Megabayta. Megabayta. O zaman 216 megabayt. Yadınızdasın, mən bəlkə 216 dedin demişdim sizə. 65.536. Bu ədəd bizim nəyimizə lazımdır? Birazdan Unicode əlifbasını keçəndə görəcəksiniz ki, məhz orada bizə bu lazım olacaq. Aydın oldu mu? Bəli. Çox yaxşı. İndi hamı bir dənə vərəq çıxardır, misal verirəm, hamı işləyir. Amma bir şifahi şişəsi var deyəm. Olmaz. Musa. Dəftəri çıxar. Dəftər yatmış. Bir də ki, uşaqlar, mən bir dənə şey xatırladım ki, bu əlavə dərs deyil. Bu dərsdir Musa. Bəli. Və bu dərsə gəldiyin üçün bütün vəsaitlərlə gəlməlisən. Çat vərəqini. Test edib gəldim. Sən yəqin mən xıska etməlisən. Ya. Xeyirli olsun. Nəysə, uşaqlar, diqqət. Sualımız belədir. 2 üstü 25 megabayt neçə bitdir? Neçə baytdır? Dəftər verirsən. Neçə kilobaytdır? Neçə gigabaytdır? Və neçə terabaytdır? Hamısını əldə edirsiniz. Grafiyə baxmaq. 225 Yox, nəyə baxırsan? Megabayt. 225 megabayt neçə bitdir? Neçə baytdır? Neçə kilobaytdır? Ekrana birbaşa basa-basa. Əlini qoy ekrana. Nə var? Bir aktiv bir kəsin. Baytdır, neçə kilobaytdır? Neçə gigabaytdır? Neçə terabaytdır? Hamı həll eləyir. Sonra mən də cavabı burada bir yerdə tapıram. Sonra bir-birimizlə mübahisə edirik. Sürətli olun. Həll eləmək üçün təqribi 5 dəqiqəniz var. Kamran öz dəftərində həll edir əlbəttə ki. Sən narahat olma, bu yerə o dəqiqə vacib deyil. Mən bunu düzəldərəm sən. Sual hansıdır? 225. Megabayt. 225 megabayt bitə çevirməyə lazımdır. Bayta çevirməyə lazımdır. Kilobayta çevirməyə lazımdır. Gigabayt və terabayt. Əgər bu çevirməni bilsəniz, deməli bütün hamısını çevirə biləcəksiniz. Çünki elə bir misaldır ki, bütün hamısını özündə ehtiva edir. Ehtiva etməmisi nə deməkdir? İçərində. İçərir və yaxud da birləşdirir.
Bizə türk. Dilimizi öyrənmiş olaq. Getdik. Bizə türk sanırım. Şükür Allah'a şükür. Türkçü əlbəttə etnik qrup olaraq türk düzdür. Əsas. Sınıfda burada türk olmayan dostlarımız da var. Onlar bizim zaten qardaşlarımızdır, sağ olsun. Ben Türk'üm. Kimin türk olmuyor? Bizim talış olan dostumuz da var burada. O etnik millət olaraq türk deyil, amma əlbəttə onlar da Azərbaycanlıdır, bizim qardaş bacılarımız. Bizim üçün fərq edir. Bizim üçün önəmli olan birinci Azərbaycansın, sonra türk. Tamam. Yani. Şu an unutmayın ki, səsli reportda gedir. Ne oldu? Ne bileyim. Ne olur. Sonra özünü TikTok'da tapa bilərsən. İnşallah götürəcək olur, sən paylaşırsan. Həll elədin. Biraz sürətli ol, biraz sürətli ol. Təxminən 3 dəqiqəniz qalır. Güzel. Videonu izləyənlər də özləri üçün həll eləyir. Videonu kör-körəni izləməyin. Mən yazdım. Videoda dəftərdə nəsə yazın deməyə lazımsa yazmaq lazımdır. Mən Videoda misal həll eləyin deməyə lazımdır, həll eləməyə lazımdır. Onda öyrənmiş olacaqsınız. Yoxsa öyrənmək sayılmaz. Ben de bitirdim. Həll elədin. Ben de. Baxın. Ben de. Ne var tamam da. Biraz sanki biraz şey eləmsən. Ağlı iş görmüsən, nəysə. kim? Hə, sən biraz işi sanlaşdırmısan sanki. Niyə mən? Aa bak. Başdan başlamışsan, addım getmirsən. Baxın, həm də buna baxdım da, görürəm ki, bənzər şeylər yazmışsınız. Ben de olmasın ben de düz olacağım. İnşallah olmasa, inşallah. Götür. Bir dəqiqə, 200 neçə? Terabayt nə qədər terabayt? 245 terabayt, yaxşı da. Aa. Dəqiq. 205 olur. 205 olar ya. Müəllim. Bölürsən. Oy, Sen tamam, megabayt tamam, siz terabayt yapmadınız, geçen de- tamam da. Düzəlt. Düzəlt ol. Son 1 dəqiqə yarım. Son 1 dəqiqə yarım. Ben yazdım. 8'dir. Yazdım mən. Yazdınız. Tamam. Yazdım. Düzəlt, düz onu sor. 2 demədi səndə, niyə anlamıyorsun? Yosef değildi. Ya ben bu evde yazmışım. Son Ama ben bize gibi 30 bir saniye. saniye. 30 saniye. O kadar sürat işlemeyi lazım değil. Dikkat işlemeyi lazım. Böyle böyle. İndi uşaqlar. Bir gəlin əldə edir. Sən qabaqda yerin var. Uşaqlar, o yerin elə qabağından yazın. Birinci bit hissəsindən bərabərdir. Tabii başıma. Uşaqlar, 225 olduğu kimi yazmalıyam, düzdürmü? Ben. Mən megabaytla bitə keçəndə nə etməliyəm? Küstüye keçecek diye vurulur. Bəli, düzü yuxarı keçirəm deyə vurmaq lazımdır. 223'e vurulur. Vuracam neçəyə? Addım getsən, bir addım 210, bir addımda getsən, baytdan, kilobaytdan bayta 210, 220, bir də baytdan bitə keçsəm 203. Oldu 223. Deməli 223-ə nə etməliyəm? Vurmalıyam. Vuranda da toplanma. Onu da vuracam 223'ə. Vurandan da Üstlər toplanacaq. 248 bit. O deyəcək 248 bit. Kamil yerləşdirə bilirsən? Aha, 225 vur 223 və yenidən 248 bit. Saç biraz sürətli yazın. İndi ikinci bərabərdir. Saç mənə sürətli get. İndi ədədiyyən olduğu kimi yazıram, 225'i yazdım. Neyi yazım uşaqlar, neçəyə vuracam bunu? 100 dolar. Megabaytdan bayta gedəndə artıq mənim o baytdan bitə gedəndəki 203'üm yoxdur. Cəmi 2 addım yuxarı gedir. 220. Bir addım megabaytdan kilobayta 210, bir də kilobaytdan bayta 210. Eləli 220. 45. Niyə yuxarı gedirəm deyə vurmalıyam 220'yə. Bu səfər də eləyəcək 245, çünki qüvvət üstərinə iləndir. Toplandı. Aha, devam edin. 220'ye vurdum, ümumilikdə elədi 245, qüvvət üstərində toplandı. Üçüncü, kilobayt bərabərdir. Nə olacaq uşaqlar? 225. Bu dəfə neçəyə vuracam? Cəmi neçə addım var megabaytdan kilobaytdan? Bir addım var, o da 210'dur. Vuracam 210'a. Düz gedirmişsən? Ayten. 100 dolar. Ayten. Ama ben de düzlüyorum. 235. Ha. İkinci cəhdə düzdür da amma. İnşallah megabaytla gigabayt yerində vəziyyət dəyişir. Çünki artıq mən böyüdən kiçiyə yox, kiçikdən böyüyəcəm. O səfər nə edəcəm? Böləcəm. Artıq bölməyə başlayıram. Bölmede de Yazılan 225 bölünsün. Neçəyə böləcəm? 10'a. Küstü 10'a. 10'a. Çünki mən megabaytla gigabayta getdiyim zaman bir adım getmiş oluram. O da 210'dur. Deməli mən sadəcə 210'a bölməyim yetərlidir. 225 ilə 200'dür. Ona böləndə qüvvət üzəri çıxıldı, qaldı 215. Terabaytla devam edirik.
Terabayt da nə eləmək lazımdır? Yenə 225 olduğu kimi yazdıq. Bu səfər isə 2 üstü 20-yə bölür. bəli, 2 üstü 205. artıq 20-yə böləcəm. Çünki 2 addım getməliyəm. Bir megabaytla gigabayta, bir də gigabaytla terabayta 2 addım getdiyim üçün 220 elədi. Sən biraz bu yana gəl. Hətta gəl buraya əyləş Musa. Qalx, qalx, özün bilirsən niyəsin. Gəl əyləş bu tərəfdə. Ben burada sakitəm. Musa, mən gördüm sənə qədər sakit Tamam, oldun. ben- Gəl əyləş burada, görmə buraya. 220, geriyə qaldı 205, bəli əmi. 32 eləmiş olacaqdır. 32 nə? Terabayt. İnşallah. Ben video düşürmürəm. Düşməzsən. Düşsən də biraz oyun verir. Tamam. Sən düşməyəndə zərər gəlməz. Yox, mən gələrəm. Ben bayaqdan. Hə, şu olar. Başa bu hissədir. İndi biz sadə hissələrdən əlimizi üzürük, biraz başqa tərəflərə keçirik. İndi Kamran, bu tərəfi silirsən, mən də siləcəm. Sadəcə bitbyte ekranda qalsın. Bitbyte'in yanındakı əlavələri də təmizlə. Bunu kollaşdırmanı. Vaxtımız çox əlbəttə ki. Mən kodlaşma nə? Kamera düşürür orada. Kamera yanacağım oturum da orada var. Yox, Yox. düşür. Düşmür. Düşsə də Kamran düşmür. Düşür Kamran. Qabağa ilə də Hə, buradan düşsə düşür. də problem yoxdur, nə olacaq? Kamera yanında oturum. Kamranın nə ziyan var düşməyin? Diqqət. Şola, nə edirik? İndi bu səfər biraz da daha məntiq işlətməli olduğumuz yerə gəldik. Bəzən Medigən fiskanın bir şey xatırlayır. Bir şeyin kilosu var, megası var. Bu təkcə bir şey informatikada var. Deyil. Hertz var, hertz nəyin vahididir? Tezlik. Kilohertz var, megahertz var, gigahertz var və s. Düzdürmü? Məsələn, mən desəm ki kilohertz. Ona neçəyə vurursunuz? 10 üstü 3-ə vurursunuz. Megahertz desəm, şola kimsə mikrofonunu açıb bağlasın. 2 üstü neçə, 10 üstü neçəyə vuracam megahertz desəm. Fiska bilmirsiniz qardaş. Hələ ki, 10 üstü 6-ya və s. Sonra da 10 üstü 9-a vuracaqsın. Ha belə. İndi 10 üstü neçəyə eləyir? 1000 eləyir, düzdürmü? Necə orada 1000 varsa, burada 1000-ə yaxın ikili qüvvət hansıdır? 24. 1024'dür. O da 2 üstü neçədir? 10. 2 üstü 10'dur. Bax belə düşünün. Yəni mən bitin kilosu deyəndə bitdən nə qədər böyük deyəcəm? 2 üstü 10'dur. Bax belədir. Bax belə düşün. Hertz, bir də kilohertz. Kilohertz hertzdən nə qədər böyükdür? 1000 dəfə. Başa düşdün? İndi kilo bitdən 210 dəfə böyük olacaq. Yəni 1024 dəfə. 1000-ə yaxın ədəd 1024 buna görə. Və yaxud da eyni qayda ilə. Kilobayt, baytdan nə qədər böyük olacaq? 1024 dəfə. Yəni uşaqlar, bayaq bir dənə bizim analogiyamız var idi. Dedi ki, 1 kilobayt nəyə bərabərdir? Neçəyə? 1024 bayta. Bayta. 1 kilobayt 1024 bayta bərabərdir. Eyni qayda ilə deyəcəm ki, 1 kilobit də nəyə bərabərdir? Neçə bitə? 210. 210 və yaxud da 1024 bitə bərabərdir. Yəni ki, uşaqlar, kilo kilodur. Bitin kilosu da eyni şeydir, baytın kilosu da eyni şeydir. 1 kilobayt 1024 baytdır, 1 kilobit də 1024 bitdir. Başa düşdünüz məntiqdir? Evet. Sən bilin ki, sadəcə burada kilobayt dediğimiz şey baytın kilosudur. Kilobit dediğimiz şey de bitin kilosudur. Megası olsaydı nə qədər olacaqdı? 220. 220. Fərq var bu tərəflə? Yoxdur. Baytdan heç bir fərq yoxdur. Eyni şeydir. İndi maraqlı tərəf oldu ki, bir tərəf bit, bir tərəf bayt olsa nə edir? Məsələn, kilobit megabayt. Gigabit megabayt və s. İki hissəyə bölür. Yaxşı, mən bunu niyə bilməliyəm? Evimizə internet çəkdirik, düzdür?